Hər birinizi salamlayıram. Teacher Vüsalənin kanalında 25 yanvar OTK sınağından 10-cu siniflərin ingilis dili suallarının izahına baxırıq. Əvvəlcə onu qeyd edim ki, kanalımıza abunə olub paylaşmağı, bəyənməyi unutmayın ki, belə testlərin detallı və dəqiq izahından xəbərdar olasınız. Əvvəlcə 56-cı testə baxım. Ola bilər sizin testinizdə 56-cı sual zaman testi deyil. Demək siz başqa variantsız, amma variantlarda bütün suallara eynidir. Sualların yeri fərqlidir. Ona görə öz kitabçanızla uyğunlaşdıra bilərsiniz. 56-cı sual zaman testidir. Already bilirik bitmiş zamanda. Ona görə biz birinci nöqtəyə bitmiş seçməliyik. A və Y variantları arasında qalırıq. She have yox, she has olmalıydı. Cavab oldu A. İkinci tərəfdə də now var. İndiki davam edici olur. Elə A variantı doğrudur. 57-ci testdə deyir ki, unfortunately, bədbəxtlikdən. Demək bədbəxtlikdən dediysə burada negativ bir şey olmalıdır. Jaketlərin hansı mənə yaraşdı, uyğun oldu? Bədbəxtlikdən dediyi üçün seçməliyik heç biri. İkinci tərəfdə deyir ki, ona görə də mən başqa birini yoxlamalı oldum. Cavab olur B variantı. 58-ci testə baxırıq. Burada nöqtələrdən sonra sayılan tək isim verilib. Bir boxdur, bir də ringdir. Hər biri sayılandır deyə boşluq olanları çıxırıq. Qalırıq Y və C variantı arasında. Gold samit səsli deyə Y variantındakı ən artikel olmaz. Cavab oldu C variantı. 59-cu testdə sifət dərsidir, bildiyiniz kimi sifət və zərf dərsidir. Verydən sonra adi dərəcə qoyulmalı deyə A və Y variantı mormos qaydası çıxır. Lecture cansız isimdir deyə interested yox, interesting olmalıdır. D variantı da yanlışdır. İkinci tərəfdə isə deyir ki, şagirdlər qulaq asırlar mühazirəyə, attentively olmalıydı. Yəni C variantı doğrudur. 60-cı testin izahında only'dan sonra a few, a little qoyulur. Bilirik ki, club members cəm olduğu üçün biz burada seçirik B variantını. 61-ci testdə artıq bizə verilib sifət, yenə sifət və zərf qaydasıdır. Nick suddenly entered the room. Nick qəflətən otağa girdi. Bilirik ki, burada hərəkətin necəliyini bildirir. Ona görə də heç bir təyin olunan ya da təsvir olunan bir isim yoxdursa, biz bura sudden yox, suddenly seçməliyik. Ona görə bu variantlar getdi. İkinci tərəfdə başladı söhbət etməyə. Artıq həyəcanla yazmalıydıq. Cavab olur A variantı. C variantında həm struktur səhvdir, həm də ki, maçdan sonra müqayisə dərəcəsi qoyulmalıydı. 62-ci testdə ifdən sonra indiki sayda keçmiş sayda qoyulur. Ona görə gələcəkləri çıxırıq. Company üçüncü şəxsin təkidir. Uses, used ya da uses qoyula bilər. Uzlaşmalara baxaq. İndiki ilə gələcək uzlaşa bilər. A variantı doğrudur. B variantında keçmişlə gələcək uzlaşmaz. D variantında isə productivity, məhsuldarlıq təkdə olduğu üçün have yox, has olmalıydı. Ona görə cavab oldu A. 60-cı testimiz definition testidir. Tribe bilirik ki, qəbilə deməkdir. Ona uyğun gəlirsə, wing qanat deməkdir. Ona quşun bədəninin bir hissəsi B. Reward isə mükafat deməkdir. A. Cavab oldu C, B, A. O da olur. Y variantında C, B, A işlənib. Y variantı doğrudur. 64-cü testdə yenə positive case soruşur bizdən. Yəlikal, bilirik ki, yəlikal apostrof S-dən sonra isim işlənməlidir. Bir doğrudur. Qadınların milli futbol komandası bir doğrudur. Hannah buying, buydan sonra başqa xəbər olmadığı üçün bu ING is buying deməkdir. 3-də has taken'dır bu. Bu kişi has taken part edib. Yəni iştirak edib. Bu da has'dir deyə yanlışdır. 4 isə doğrudur. Çünki yesterday's mail bu doğrudur. Dünənin e-maili. Cavab oldu 1-4. C variantı. İndi isə baxaq 65-ci testdə bu agreement, yəni uzlaşma, mübtəda ilə xəbərin uzlaşması dərsidir. Sözündə nəvələr baxırıq. Boys cəmdədir, xəbər want cəmdədir, 1 doğrudur. 2-də of-un birinci tərəfi news təkdir, amma xəbər were verilib yanlışdır. 3-də police toplu isimdir, has yox, have olmalıydı. 4-də isə a strong friendship is real, doğrudur. Friendship təkdə olduğu üçün xəbərdə təkdə verilib doğrudur. İndi isə baxırıq. Demək 1-4 oldu. C variantı. 66-cı testə baxaq. Start an activity, especially an organized one. Deyir, xüsusilə deyir, təşkil olunmuş bir şeydə iştirak, bir şeyə başlamaq, bir aktivitəyə başlamaq. Bu olur launch, başlamaq, başlatmaq. A variantı doğrudur. Brave, cəsur deməkdə opposite soruşur. Biz burası qorxaq sözü seçməliyik. Ona görə cavab olur D variantı qorxaq şəkildə. Fearless, qeyd edim ki, fear qorxudur. Less artıq onu inkar eləyir. Yəni qorxaq olmayan olur, qorxusuz. Cavab oldu burada D variantı. 68-ci testdə sinonim cütlüyü istəyir bizdən. Improve, yaxşılaşdırmaq, reduce, azaltmaq sinonim deyil. Overcome, defeat, hər ikisi məğlub etmək deməkdir. Value, appreciate, hər ikisi dəyər vermək deməkdir. Inspire, encourage, hər ikisi ruhlandırmaq deməkdir. Wrap, bükmək, uncover isə açmaq deməkdir. Bu yanlışdır. Cavab oldu 2, 3, 4. İndi isə gəlin short tekstlərimizə baxırıq. Burada deyir ki, əziz otel qonaqları, zəhmət olmasa qeyd
eləyin. Reception heyətinin available between 12 qeyd eləyin deyir. Saat gecə yarısı 12-dən 6-ya saat 6-ya qədər unavailable-dır. Yəni əlçatan deyil, yəni sizə qulluq edə bilmirlər. Əgər sizin hər hansı bir köməyə ehtiyacınız varsa bu saatlarda, kindly contact the duty manager deyir, növbətçi menecerlə birbaşa əlaqə saxlayın. Bu da onun nömrəsidir. Təşəkkür edir anlayış göstərdikləri üçün. Demək variantında deyir ki, menecer işləyir, works at the front desk only in the morning. Yalnız səhər işləyir, xeyr o gecə yarısı işləyirdi. B variantında dedi ki, menecer automatically zəng eləyəcək hər qonağa gecə müddətində. Xeyr, hər qonağa özü zəng etməyəcək. C variantında deyir ki, otel təmin edə bilmir gecə vaxtı servisdə, amma servisdə duty manager onlara kömək edə bilər hər hansı bir köməyə ehtiyacları olsa. D variantda deyir ki, qonaqlara icazə verilmir to contact the manager saat 6-ya kimi əlaqə saxlamaqla xeyr icazə verilir. Qonaqlara məsləhət bilinir ki, növbətçi menecerən telefonuna zəng etsinlər gecə yarısı. Demək cavab olur Y variantı. İndi isə baxaq 70-ci testin izahına. Yenə short tekstimizdir. Mütləq tekst oxuyub hər bir variantda nə səhvdir deməliyik. Emma deyir çatır balaca small town-a geç saatda qatardan. Station deyir boşdur və bir dənə taksi belə yoxdur küçədə və o biraz əsəbləşir və götürür telefonu zəng eləyir, mesaj göndərir Kate-ə. Deyir Kate, məni stationdan götürə bilərsən bu gecə? I don't think there will be. Mən düşünürəm ki, orada taksi olmayacaq. Text me right now, mənə indi yaz. Demək ki, Emma xahiş edir ki, gəlsin onu stansiyadan götürsün. A variantı deyir onu evdə gözləsin. B-də deyir pul göndərsin. C-də deyir qatarı buraxıb. D-də deyir ki, onunla səyahət etsin. Y variantı doğrudur, deyir onu stansiyadan götürsün. 71-ci testə baxırıq. Nə zaman deyir Tom qayıtdı evə. Tom evə qayıdanda qonaq otağı was literate idi. Lacey'nin bütün Rita idi də, yəni zibillənmişdi Lacey'nin iş vərəqləri ilə və o şok oldu və ona mesaj göndərdi. Lacey, could you please pick up your... Deyirsən öz əşyalarını götürə bilərsən living qonaq otağından. Onları götür öz otağına apar. Zara is coming over. Zara gəlir kofe içməyə. A variantda deyir ki, Tom ona deyir ki, dostu ilə görüşsün. B variantında deyir ki, Tom ona deyir ki, kofe hazırlasın. C-də deyir ki, ona deyir ki, evi tərk etsin. D-də deyir ki, otağı təmizləsin, tidy up eləsin. Bu doğrudur. Y variantında isə deyir ki, evdə işləməsin. D variantı tamamilə doğrudur. İndi isə gəlin passage, yəni böyük mətnimizə baxaq, ona aid suallara baxaq. Burada mətnimiz flute haqqındadır. Deyir ki, musiqi vacib rol oynayır. 100 illər boyunca cümlələrin hər bir nüansına diqqət eləyin. Demək ki, daha doğrusu 1000 illər ərzində insanların həyatında vacib rol oynayıb. Uzun müddət musiqiçilər başlayıblar, uzun müddət long before, lap əvvəllər deyir. Musiqiçilər başlayıblar musiqi bəstələməyə, insanlar öz musiqi alətlərini çalıblar, musiqi yaradıblar. Ən qədim musiqi alətlərindən bəziləri deyir 40.000 il əvvəl kəşf olunublar. Bunlardan biri flutur, hansı ki bir mağarada tapılıb Southern Germany-də. İnstrument deyir fluta oxşuyurdu, adlanırdı wind instrument, yəni nəfəs aləti adlanırdı. Çünki o çalınır, onun içərisinə hava buraxmaqla və flut deyir mağarada tapılan flut uzun idi, nazik idi və balaca deşikləri var idi. Çoxlu sayda divarda deyir şəkillər var idi və onların arasında ən qədimləri var idi ki, hansı göstərdi ki, keçmiş insanların həyatını göstərirdi. Alimlər inanırlar ki, 100 il əvvəllər insanlar oturublar fires ətrafında, ocaq ətrafında oturub və flut çalırmışlar əylənmək üçün. Onlar musiqi oxuyurmuşlar və birlikdə musiqi çalırmışlar. This plays strengths, bu onların dostluğunu gücləndirirmiş. Alimlər deyir, ilk flutu tapanda onlar tapmadılar ki, bu nədir? Çünki o çox pis qırılmışdı və bir dənə alim Maria Malina təklif etdi ki, bu bir musiqi aləti ola bilər və o neynədi? Qırılmış hissəcikləri bir araya gətirdi və she was right. O düz oldu. Yəni düz tapdı ki, o musiqi alətidir. Flut hazırlanmışdı quşun ayaq sümüyündən və flut çalaraq insanlar kəşf ediblər ki, they could produce different notes. Onlar 5 dənə not istehsal ediblər, yəni yaradıblar və sound səslər yaradıblar, hansı ki müasir musiqiyə bənzəyir. Bu nüansa diqqət edin, bir sualda bu qeyd olunub. It is impossible, qeyri-mümkündür bilmək
bilmək ki, what kind of music was played qeyri-mümkündür deyir. 1000 illər əvvəl hansı növ musiqinin çalındığını bilmək. Demək ki, əvvəllər musiqi çalınıb, amma hansı növ çalındığını bilmək olmur. Və biz indi bilirik ki, hansı instrumentin what that instrument sound like, necə səslənir. Biz indi deyir bilirik onların səsi necədir, amma hansı növ musiqi çalınır onu bilmirik. İndi 72-yə baxırıq. 72-də adı deyir ki, Almaniyadakı bir mağara, B-də deyir ki, alimlərin problemləri, C-də deyir ki, dostluq yaratmaq, musiqi necə dostluq yaradır. D-də deyir ki, musiqi alət, musical instrument növü, bir növü, bəli, flütdən danışırdı. E-də isə deyir ki, musiqi aləti yaratmaqdan danışır. İndi isə 73-cü testə baxırıq. Deyir, today, bugün flüt, mağarada olan flüt niyə special, xüsusidir? Çünki A variantında deyir ki, nəfəs alətlərindən earliest known, ən erkən tanınanlardan biridir deyə. Xeyr, bunda demişdi ki, 40 min əvvəl ən qədim alətlər tapılmışdı və flüt kimi alətlər nəfəs aləti adlanırlar. Görürsüz, təkcə flüt yox, başqa nəfəs alətlər də var. Ona görə variantı deyil. B variantında deyilir ki, it is originated Germany, o Almaniyada tapılıb, bu da onu xüsusi etmir. C variantında deyir ki, tapılmış ən qədim instrumentdir, bu da deyil. D variantında deyir ki, mümkündür ki, bu alətdə 5 fərqli notda çalmaq bu ola bilər. Y variantında isə deyilir ki, the number of flutes in the world is quite limited. Tamamilə flütlərin sayı tamamilə fərqlidir. Gəlin D variantlı mətnindən diqqətlə baxaq. Burada deyilmişdi ki, artıq tapılıb və onun hissəcikləri üzərinə qoyulur və bilinir ki, bu gerçəkdən flütdür. Sonra burada deyir ki, flute was made, hazırlanıb, həmin flütdən danışır ki, həmin o mağarada tapılan flütdən danışır ki, bu flüt tapılıb, düzəldilib quşun ayaq sümüyündən və onu çalaraq insanlar bildilər ki, bu 5 fərqli notda çala bilir və bugünün müasir musiqi səsinə də bənzəyir. Gördüyünüz kimi bu artıq onu fərqli edən xarakterdir. Ona görə də cavab olur burada D. 74-cü testdə deyir ki, niyə alimlər analiz edə bilmirdilər ki, bu musiqi alətidir. Yəni bu tapdıqları alət musiqi alətidir. Baxın bu cümlədə bizə deyilir ki, onlar bilmirdilər o nədir. Çünki it was broken, o sınmışdı. Yəni D variantında deyilir ki, o pis zədələnmişdi. A-da deyir ki, onlar musiqi alətlərindən xəbərdar deyilirdi. B-də deyir ki, yaxşı vəziyyətdə idi. C-də deyir ki, çünki pieces on bəzi hissələri quşun ayağından düzəlmişdi. Xeyr, onu düzəldəndən sonra bildilər ki, artıq o quşun ayağından düzəlib. Y variantında deyir ki, o uzun və tiny holes var idi. Xeyr, bu da deyil. O var idi, onlar tapa bilmirdilər bu nə idi. Artıq onların o qırılan hissələri düzələndən sonra bilindi ki, bu həqiqətən də flütüymüş. Ona görə burada cavab olur D variantı. İndi isə baxaq 75-ci testin izahına. Burada false istəyir bizdən. A variantında deyilir ki, quşun ayaq sümüyü istifadə olunub flüt hazırlamaq üçün. Bəli, bu istifadə olunmuşdu deyə bunu çıxırıq. B variantında deyir ki, insanlar knew nothing, heç nə bilmirlər instrumentlər, bilmirdilər 1000 illər əvvəl instrumentlər haqqında. Xeyr, bilirdilər. Hətta 40 min il əvvəldən deyir, alətlər var idi. Ona görə B variantı yanlışdır. C variantı deyir ki, keçmişdə flüt istifadə olunurdu. Ancient individuals for enjoyment, əyləncə üçün. Bəli, bu düzüydü demişdi. Ocağın yanında otururlar və flüt çalırlar. D variantında deyilir ki, flütlər tapıldı mağarada. Southern Germany'də. Bəli, bu da eyni cümləni demişdi. Y variantında isə deyir ki, divardakı şəkillər keçmişdəki insanların həyatını göstərir. Bəli, göstərirdi ki, onlar ocağın yanında otururlar və ələmək üçün musiqi çalırlar. B variantı isə tamamilə yanlışdır. 76-cı testdə deyilir ki, only Maria Molina was capable of solving the scientist issue. Deyir, yalnız Maria Molina qabiliyyətli oldu problemi həll etməkdə. Bəli, o yazılmışdı ki, orada bilmədilər nə idi, amma o tapdı. O qırıqlarını onun üzərinə qoydu və tapdı ki, o flütdür. B variantı ikinci testdə deyilir ki, the notes and sounds of all instruments very greatly vary. Fərqlidir bu günkündən. Xeyr, fərqli deyil. İstəsəz bu cümləni sizə mətndə də göstərə bilərik. Baxın, dedi, bu günün musiqisinə similar, bənzərdir. Demək ki, burada 2 yanlışdır. 3-də deyir ki, flüt kəşf ediləndən sonra biz artıq xəbərdar olduq onun səsindən. Bəli, bu doğrudur. Artıq onu tapılanda onun səsini bildik ki, bizə dedilər ki, hə, onun belə 5 notu var, yəni nəsə, yəni oxuduğumuz məlumatlardan bu haqqda məlumatlı olduq. 4-də isə deyilir ki, insanlar heç vaxt musiqi paylaşmayıblar keçmişdə. Xeyr, bir yerdə oturublar, musiqi dinləyiblər, əyləniblər. Ona görə də bu cümlədə olur 1-3 true. İndi isə gəlin dinləməmizə baxaq. Dinləməni mətn formasında burada qeyd etmişəm. Hər bir hissəni diqqətlə oxuyaraq mətninizin düzgünlüyünü də yoxlaya bilərsiniz. İndi mən sualları oxuduqca mətndən sizə dəqiq hissələri deyəcəm. Burada 77-ci testdə bizə deyilir ki, niyə Emil Berliner yaratdı ilk mikrofonu? Baxın, o ilk dəfə yaratdı mikrofonu to improve telephone sound. Telefonun səsini yaxşılaşdırmaq üçün. Ona görə cavab olur burada A variantı. 78-də soruşur ki, mətin ümumiyyətlə nə haqqındadır? Mətin
tamamilə mikrofondan danışır. Mikrofonun invention, ixtirasından və bu günə qədər olan inkişafından danışır. Ona görə cavab olur burada D. 79-cu testdə deyir ki, since it's first used the telephones, the microphones, ilk telefonun ilk istifadəsindən mikrofon. Baxın, bir də deyilir ki, eyni vəziyyətdə qaldı, amma eyni vəziyyətdə mətndə deyir ki, qalmadı, o inkişaf elədi. Gördüyünüz kimi, baxın, artıq onlar sonra telefonlara da qoşuldu və onlar insanlara icazə verdi ki, uzaq yerlərdən də bir-birindən danışsınlar və bu kömək elədi insanlara səslərinin daha böyük audienslər, tamaşaçılara çatmasına. Ona görə, baxın, bu isə yazıb ki, developed elədi, inkişaf elədi bu günə kimi. Ona görə 1 tamamilə yanlışdır, bizdən turu soruşur. 2 doğrudur, inkişaf elədi, əvvəl göstərdiyimiz cümlə idi. 3-də deyilir ki, müasir həyatda vacib deyil, amma vacibdir. 4-də isə deyilir ki, texnologiyanın inkişaf etmiş formasıdır. 2-4 doğrudur, cavab oldu, Y variantı. 80-ci testdə deyilir ki, ilk mikrofon 1800-cü illərdə oldu. Xeyr, 1800-cü illərdə, daha doğrusu burada mikrofon deyilir, düzdür. Mikrofonun ilk versiyası 1800-cü illərdə oldu. Demək ki, 1 turudur. Bir tur hissəyə 1 yazaq. Daha doğrusu Alexander Graham Bell ixtira etdi mikrofonu. Xeyr, o telefonu ixtira etmişdi. Telefon da özü zəif idi. Ona görə bu false-dur. 2-ni yazırıq false-a. 3-də 1920-ci illərdə mikrofon istifadə olunurdu səhnələrdə və baxırıq 1920-ci illər. Mətndən tapaq bu hissəni. 20-ci illərdə artıq bəzi səhnələrdə istifadə olunurdu. Demək ki, 3 turudur. 4-də isə deyir, bugünün mikrofonları yalnız konsertlərdə istifadə olunur. Xeyr, bu gün mikrofonlar hər yerdə istifadə olunur. Konsertdə də, televiziyada da, məktəb hadisələrində də. Ona görə bu da yanlışdır. Bununla da dinləmə mətnlərimizi də bitirdik. Essenizdə artıq gördüyünüz kimi uşaq atası ilə nəsə düzəldir və 35 sözdən ibarət bir esse yazmalıydı. Çalışın ki, esseni Azərbaycan dilində yazıb tərcümə edəsiniz. Səhv etmirəmsə burada təyyarə düzəldirlər bərabər. Artıq təyyarə düzələndən sonra uşaq onu uçurtmağa başlayır. Şəkil tam aydın deyil. Bununla da izahımızın sonuna gəldik. Kanalımıza abunə olub bəyənməyi, paylaşmağı unutmayın. Hər birinizə təşəkkür edirəm.